doğrudan da hələ mən həmişə deyirəm ki, araşdırılmamış o qədər bizim məsələlərimiz var ki, bunu elə hər bir yeni bir layihə o deməkdir ki, biz düz yoldayıq və Qərbi Azərbaycanın, İrəvanımızın bütün tarixini, onun mədəniyyətini, onun yüksək təhsilini bax, belə bir kitablarımızla ərsəyə gətiririk. Bildiyiniz kimi elə Fərdə xanımla dedi, illərdir biz Qərbi Azərbaycanlılar bilirsiniz ki, bir həsrətlə yaşayır. Bugün çox sevindik ki, biz həqiqətən də Qarabağa gedə bilirik. Son dəfə biz qeyri-hökumət təşkilatları forumunu keçirəndə biz Xankəndi, mən birinci dəfə idi ki, Xankəndiyə bir ayaq bastıq və orada biz hamımız qeyri-hökumət təşkilatları oradaydı. O sevinç, o duyğular, onlar sözlə bir cürə çatdırmaq mümkün deyil və indi də bizim Qərbi Azərbaycanımıza, amma necə ki, Cənab Prezidentimiz deyir, biz artıq nə şəhid vermək istəyirik, nə gənclərimizi məhv etmək, yəni ki, ermənilərin bax belə bir o illərdir cinayətlərinin əlinə buraxmaq. Ona görə Qərbi Azərbaycan mövzusu elədir ki, bu artıq bütün Azərbaycan mövzusudur və biz necə Qarabağ mövzusunda da elə Qərbi Azərbaycan mövzusunda biz bir olmalıyıq.